Hər vaxtınız xeyir olsun yoldaşlar. Qanunvericilik dərslərimizə qaldığımız yerdən davam edirik. Deməli yoldaşlar, bu gün sizlərlə maddə 125-dən, yəni məhkəmə hakimiyyətindən maddə 158-ə qədər, yəni konstitusiyanın sonuna qədər izah verəcəm. Diqqətlə qulaq asın və bu cür videoların davamlı olaraq gəlməsini istəyirsinizsə kanala abunə olub bildiriş butonunu açıq saxlamağı unutmayın. Deməli yoldaşlar, məhkəmə hakimiyyətində ümumiyyətlə biz bilirik ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında qurulur və hakimiyyətlərin bölünməsi prinsipi əsasında öyrəndiyimiz kimi biz bilirik ki, qanunvericilik, icra və məhkəmə hakimiyyəti var. Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, icra hakimiyyəti prezidentimizə mənsubdur. Məhkəmə hakimiyyətini isə Azərbaycan Respublikasında ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Ümumiyyətlə yoldaşlar, məhkəmə hakimiyyətini Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Apellyasiya məhkəmələri, ümumi məhkəmələr və digər ixtisaslaşmış məhkəmələr həyata keçirir. Məhkəmə hakimiyyəti konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə həyata keçirilir. Cinayət məhkəmə icraatında yoldaşlar iki tərəf iştirak eləyir. Prokurorluq bir də müdafiə tərəfi iştirak eləyir. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur. Ümumiyyətlə yoldaşlar, konstitusiyada belə bir şey var. Qayda sözü harda görürsünüzsə, bir qayda olaraq yadda saxlayın ki, 95% bilin ki, yəni qanunla müəyyən olunur. Qayda qanunla müəyyən olunur. Yadınızda saxlayın. Deməli, məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiqi və fövqəladə məhkəmələrin yaradılması yoldaşlar qadağandır. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini yoldaşlar təmin etməlidir. Təşkil etməlidir deyə bunu testlərdə qarışdırırlar. Yadınıza saxlayın, təşkil etmək başqa, təmin etmək tamam başqa. Həqiqətin müəyyən edilməsini məhkəmə icraatı təmin edir, təşkil etmir. Deməli yoldaşlar, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. Deməli, hakimlər heç bir başqa seçkili və təyinatlı vəzifə tutanmazlar. Elmi pedaqoji yaradıcılıq fəaliyyətindən başqa hər hansı bir sahibkarlıq və kommersiya fəaliyyəti ilə ödənişli olaraq məşğul ola bilməzlər, yəni ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Siyasi fəaliyyətlə də həmçinin məşğul ola bilməzlər. Siyasi partiyalara üzv ola bilməzlər, yəni YAPA, həmkarlar və sair təşkilatlara üzv ola bilməzlər. Vəzifə maaşından savayı elmi pedaqoji yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər heç cürə. Deməli yoldaşlar, bildiyimiz kimi hakimlər müstəqildirlər, yalnız Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına tabedirlər. Yəni prezidentə və yaxud da Milli Məclisə testlərdə görsəz də ola bilər görərsiniz ki, digər Milli Məclisə tabedir, prezidentə tabedir. Bunu görsəz səhvdir yoldaşlar. Bilin ki, hakimlər bir qayda olaraq yalnız konstitusiya və qanunlara tabedirlər. Yəni başqa heç kimə tabe sayılmırlar və səlahiyyətləri müddətində də dəyişilməzdilər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, qanuna müvafiq, tərəflərin hüquq bərabərliyinə və faktlara əsasən baxırlar yoldaşlar. Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən, bilavasitə yaxud dolayı yollarla məhkəmə icraatına hər hansı bir məhdudiyyət qoymaq, qanuna zidd təsir, hədə-qorxu eləmək və yaxud da müdaxilə eləmək yol verilməzdir yoldaşlar. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında keçirilir. Bütün məhkəmələrdə, yəni bütün məhkəmələr deyərkən burada yoldaşlar Konstitusiya Məhkəməsi xaric, digər bütün məhkəmələrdə işlərin icraatı açıq aparılır. Niyə görə? Çünki Konstitusiya Məhkəməsi yeganə məhkəmədir ki, o daha doğrusu ədalət mühakiməsini həyata keçirmir. Amma digər apellyasiya məhkəmələri var, ali məhkəmələr var, yerli məhkəmələr var və sair məhkəmələr var. Bunlar ədalət mühakiməsini həyata keçirirlər. Yəni bunlarda da işlərin icraatı açıq aparılır bir qayda olaraq. Amma işə qapalı iclasda bu demək deyil ki, baxıla bilməz. İşə qapalı iclasda baxılmasına yalnız o bir halda yol verilə bilər, icazə verilə bilər ki, məhkəmə açıq icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını güman eləyər. Bu halda ya da ki, vətəndaşın şəxsi və yaxud ailə həyatının məxfiliyini, konfidensiallığını qorumaq zərurətinin mövcudluğunu müəyyən edərsə, bu hallarda işə məhkəmədə qapalı iclasda baxıla bilər. Deməli yoldaşlar, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla
cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilmir. Amma qanunla nəzərə tutulmuş hallarda cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilir. Bu qanunla nəzərə tutulmuş hallar istisna olmaqla, ümumiyyətlə istisna olmaqla ifadəsini gördüksə, o Azərbaycan dilində köməkçi hissələrində bağlayıcı var. O amma, ancaq, lakin, inkar bağlayıcıları. Bir cümlə gəlir, vergül qoyulur, amma digər artıq vergül qoyulandan sonra digər cümlə artıq birinci cümlənin inkarı olur da bir növ. Siz bunu o bağlayıcı kimi, yəni nəzərinizə saxlayın ki, inkar eləyir. Bir cümlə soldakı cümləni, elə bil sağdakı cümlə soldakının inkarıdır. Yəni ki, yoldaşlar, qanunla nəzərə tutulmuş hallarda qiyabi, elə bil cinayət işlərinin qiyabi məhkəmə icraatına yol verilir. Amma qanunla nəzərə tutulmuş hallar istisna olmaqla yol verilmir. Yəni istisna olmaqla yol verilmir deyə bu o demək deyil ki, heç cürə yol verilmir. Qanunla nəzərə tutulmuş hallarda yoldaşlar, yol verilə bilər də buna. Yəni bu ona görə yazılıbdır. Diqqətli olun yoldaşlar. Testdə bu sizi heç vaxt çaşdırmasın. Yəni qanunla nəzərə tutulmuş hallarda cinayət işinin qiyabi məhkəmə icraatına yol verilir görsəniz, o saat onu götürüb səhv götürməyin. Bir fikirləşin. Testi yazanda ümumiyyətlə testi diqqətlə oxuyun. Birinci növbədə. Deməli yoldaşlar, məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir və məhkəmə icraatının da istənilən mərhələsində, yəni istər başlanğıc, istər son mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Hər kəs deyərkən vətəndaşlar da, əznəbilər də və sair vətəndaşlı olmayan şəxslər də bu hissəyə aiddir. Deməli yoldaşlar, ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. Prezumpsiya yoldaşlar bir növ hüquqi sənəd kimi başa düşün. Digər maddələrdə izah verdiyim kimi. Hüquqi sənəd kimi başa düşün bunu. Deməli yoldaşlar, məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində, yəni Azərbaycan dilində və ya müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır yoldaşlar. Yəni həmin hər hansı bir ərazidə yaşayan hər hansı bir vətəndaş və yaxud da şəxs məhkəməyə şikayət eləyib hər hansı bir məsələ ilə bağlı işinə baxılmasını istəyirsə, artıq ona məsəl üçün Azərbaycan dilində bilmirsə, öz dilində danışmağı o demək deyil ki, yəni mümkün deyil. Ola bilər. Yəni məhkəmədə işin iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin materialları ilə tam şəkildə tanış olmaq hüququ var. Həmçinin məhkəmədə tərcüməsi vasitəsilə də iştirak eləmək hüququ təmin olunur. Həmçinin də məhkəmədə ana dilində çıxış eləmək hüququ təmin olunur. Ana dili deyərkən yoldaşlar qarışdırmayın. Azərbaycan dilini nəzərə tutmur. Həmin şəxsin ana dili hansı dildirsə, Kürd və yaxud da nəsə də, hansı dildirsə, o dildə elə bil məhkəmədə çıxış eləmək hüququna malikdir. Yəni ana dili görən kimi qaçıb o saat dövlət dilimizi, yəni Azərbaycan dilini götürməyin. Yəni nəzərə tutmayın. Deməli yoldaşlar, məhkəmə icraatının aparıldığı dil konstitusiya ilə müəyyən olunur. Deməli yoldaşlar, hakimlər bir qayda olaraq toxunulmazdılar. Hakimlər yoldaşlar bildiyimiz kimi prezident toxunulmazlıq hüququna malikdir. Deputatlar, baş nazir və vitse-prezident səlahiyyət müddəti ərzində şəxsi toxunulmazlıq hüququ var. Amma hakimlər sırf toxunulmazdılar. Hakim cinayət məsuliyyətinə yalnız qanunda nəzərə tutulan qaydada cəlb oluna bilər. Yəni testdə göstərsək ki sizə, görsəz ki daha doğrusu, hakim cinayət məsuliyyətinə cəlb oluna bilər ifadəsini görsəz, cavab yanlışdır yoldaşlar. Daha doğrusu test yanlışdır. Çünki hakimlər cinayət məsuliyyətinə yalnız qanunda nəzərə tutulan qaydada cəlb oluna bilərlər. Qanunda nəzərə tutulan qaydada cəlb oluna bilər ifadəsi də səhvdir. Sırf qanunda, yəni yalnız qanunda nəzərə tutulan qaydada hakimlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər yoldaşlar. Yadda saxlayın. Hakimlərin ümumiyyətlə səlahiyyətlərinə yalnız qanunda nəzərə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər. Yəni ləğv edilə bilər. Hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü isə hakimlər cinayət törədən zaman prezident, yəni Azərbaycan Respublikasının prezidenti Ali Məhkəmənin rəyi əsasında Azərbaycan Respublikası Milli Məclis qarşısında irəli sürə bilər. Deməli, müvafiq rəyi, yəni Ali Məhkəmənin verdiyi rəyi yoldaşlar, Ali Məhkəmə prezidentin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir. Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və apellyasiya məhkəmələri hakimlərinin
İşdən kənarlaşdırılması haqqında qərar Milli Məclisdə 83 səs çoxluğundan qəbul edilir yoldaşlar bildiyimiz kimi. Və başqa hakimlərin, yəni başqa məhkəmə hakimlərinin işdən kənarlaşdırılması haqqında qərar isə Azərbaycan Respublikası Milli Məclisində 63 səs çoxluğu ilə qəbul edilir yoldaşlar. Diqqətli olun. Deməli yoldaşlar, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmənin qərarının ümumiyyətlə icra olunmaması isə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarı yoldaşlar qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoldaşlar Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Bildiyimiz kimi Konstitusiya Məhkəməsi digər məhkəmələrdən fərqli bir xüsusiyyəti var ki, ədalət mühakiməsini həyata keçirmir, amma digər qalan bütün məhkəmələr ədalət mühakiməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini prezidentin təqdimatı ilə Milli Məclis vəzifəyə təyin edir. Konstitusiya Məhkəməsi prezidentin, Milli Məclisin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, prokurorluğun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında bir sıra məsələlər həll edir. Papampoulos NK-nın yəni sorğusuna əsasən bir sıra məsələlər həll edir. Məsələn, qanunların, fərman sərəncamları, prezident fərmanının sərəncamının, Milli Məclisin qərarlarının, NK-nın qərar və sərəncamlarının, MİHO-ların normativ hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu məsələsini həll eləyir. Həmçinin prezident fərmanlarının, Nazirlər Kabineti qərarlarının və yaxud da MİHO rəhbərlərinin, yəni bütün nazirliklərin belə deyim, yəni səhiyyə, təhsil, nə bilim, maliyyə, iqtisadiyyat və sair nazirliklərin və agentliklərin, həmçinin komitələrin, xidmətlərin normativ hüquqi aktlarının bizim qanunlara uyğunluğunu, yəni ki, Azərbaycan Respublikasının qanunlarına uyğunluğunu müəyyən eləyir. Sonra bundan başqa Ali Məhkəmənin qərarları əsasında, qərarlarının daha doğrusu qanuna nəzərdə tutulmuş hallarda konstitusiya və qanunlara uyğunluğunu müəyyən eləyir. Bələdiyyə aktlarının konstitusiyaya, qanunlara, prezidentin fərmanlarına, NK-nın qərarlarına, Naxçıvan Muxtar Respublikasına, həm də Naxçıvan Muxtar Respublikasının konstitusiyasına, qanunlarına və Naxçıvanın NK qərarlarına uyğunluğunu müəyyən eləyir. Həmçinin də yoldaşlar, qanunverici icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri həll eləyir. Və həmçinin də Konstitusiya Məhkəməsi prezidentin, Milli Məclisin, yəni Papampoulos NK-nın deməli sorğusu əsasında konstitusiyanı və qanunları şərh eləyir. Yoldaşlar, konstitusiya qanunları şərh eləyir hansı orqan? Konstitusiya Məhkəməsi. Deməli yoldaşlar, bildiyimiz kimi qanunlar və digər aktlar, yaxud onların ayrı-ayrı müddəaları, hökumətlərarası müqavilələr Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında müəyyən olmuş müddətdə qüvvədən düşür və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələri ilə dövlətlərarası müqaviləsi isə qüvvəyə minmir. Deməli yoldaşlar, ümumiyyətlə Ombudsman, yəni insan hüquqları üzrə müvəkkil, insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından, qanunla müəyyən olmuş qaydada bu maddənin 3-cü hissəsinin 1-ci 7-ci bəndlərində göstərilən məsələlərin Konstitusiya Məhkəməsi tərəfindən həll olunması üçün Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Bir sözlə, insan hüquq və azadlıqlarının pozulmasına dair Ombudsman da Konstitusiya Məhkəməsinə sorğu verə bilər yoldaşlar. Yadınızda saxlayın. Deməli belə. Konstitusiya Məhkəməsinə deməli bildiyimiz kimi hansı orqanlar sorğu verə bilirdi? Papampoulos NK. Amma Ombudsman da sorğu verə bilər. Haçan? Yalnız insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən olmuş qaydada Konstitusiya Məhkəməsinə sorğu verə bilərlər. Aha, yoldaşlar, deməli
Həmçinin də Konstitusiyada nəzərdə tutulan digər səlahiyyətləri də Konstitusiya Məhkəməsi həyata keçirir. Deməli yoldaşlar, Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid olan məsələlərə dair qərarlar qəbul eləyir. Həmçinin yoldaşlar, Ali Məhkəmə də bu funksiya ali məhkəmələrə də aiddir. Yəni Ali Məhkəmə də, Konstitusiya Məhkəməsi də hər iki məhkəmə öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edə bilər. Daha doğrusu edir. Konstitusiya Məhkəməsinin qərarı yoldaşlar Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarları da dərc olunmalıdır. Həmçinin Ali Məhkəmənin də qərarları dərc olunmalıdır yoldaşlar, yadda saxlayın. Deməli, yoldaşlar bildiyimiz kimi Konstitusiya Məhkəməsinə müraciət edə bilər kimlər? Məhkəmələr, Milli Məclis, bir də Mərkəzi Seçki Komissiyası müraciət edə bilər. Bəs yaxşı yoldaşlar, sizdən soruşsa ki, testdə belə deyim, Konstitusiya Məhkəməsinə kimlər şikayət verə bilər? Şikayət verə bilər deyirsə, hər kəs. Çünki hər kəs deyərkən artıq burada vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, əznəblər, yəni bir sözlə belə deyim də, fiziki şəxsdən gedir də söhbət. Yəni hüquqi şəxs ola bilməz. Deməli yoldaşlar, Konstitusiya Məhkəməsinə bəs kimlər şikayət verə bilər? Hər kəs Konstitusiya Məhkəməsinə şikayət verə bilər. Hər kəs onun hüquqlarına, daha doğrusu hüquq və azadlıqlarını pozan, qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən olmuş qaydada Konstitusiya Məhkəməsinə şikayət verə bilərlər. Deməli, Azərbaycan Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə Ali Məhkəmə orqanıdır. O, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir. Deməli, Konstitusiyanı və qanunları şərh eləyən Konstitusiya Məhkəməsidir. Məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verən isə oldu Ali Məhkəmə. Yoldaşlar, bunların bəs ortaq cəhətləri nə oldu? Azərbaycan Respublikasının Konstitusiya və Ali Məhkəməsi hər ikisinin qərarı dərc olunmalıdır. Hər ikisinin də ortaq xüsusiyyəti budur. Deməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini bir qayda olaraq prezident təqdimatı ilə Milli Məclis vəzifəyə təyin edir. Deməli yoldaşlar, apellyasiya məhkəmələri ümumiyyətlə ölkəmizdə 5 dənə apellyasiya məhkəməsi var. Bunlar Bakı, Şəki, Gəncə, Şirvan, Sumqayıtdır. Yəni apellyasiya məhkəmələridir. Apellyasiya məhkəmələri qanunla onların səlahiyyətinə aid olmuş işlər üzrə yuxarı instansiya məhkəmələridir. Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinin hakimlərini isə prezidentin təqdimatı ilə Milli Məclis vəzifəyə təyin edir. Azərbaycan Respublikasının prokurorluğu, yoldaşlar, prokurorluq qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət eləyir. Qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır. Məhkəmədə dövlət ittihamını müdafiə eləyir. Məhkəmədə iddia qaldırır və məhkəmə qərarlarından protest verir. Deməli yoldaşlar, prokurorluq ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş Prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır. Azərbaycan Respublikasının Baş Prokurorunu isə prezident Milli Məclisin razılığı ilə vəzifəyə təyin edir, həm də vəzifədən azad edir. Yoldaşlar, Baş Prokurorun müavinlərini isə Respublika ixtisaslaşdırılmış prokurorluğuna rəhbərlik edən prokurorları isə, həmçinin Naxçıvanın prokurorunu isə Baş Prokurorun təqdimatı ilə prezident vəzifəyə təyin edir və vəzifədən azad edir. Yəni burada Milli Məclisin razılığı alınmır. Baş Prokurorun müavini, yəni müavinləri, Naxçıvanın prokuroru, bir də Respublika ixtisaslaşdırılmış prokurorluqlarına rəhbərlik edən prokurorları vəzifəyə təyin edir. Baş Prokurorun təqdimatı ilə prezident. Amma Baş Prokurorun özünü Milli Məclisin razılığı ilə təyin edir prezident. Həmçinin vəzifədən azad edir. Deməli yoldaşlar, ərazi və ixtisaslaşdırılmış prokurorları isə prezidentin razılığı ilə Azərbaycan Respublikasının baş prokuroru vəzifəyə təyin edir, həmçinin vəzifədən işdən azad edə bilir.
Deməli yoldaşlar, keçid alaq Naxçıvan Muxtar Respublikasına. Bildiyimiz kimi Naxçıvan Muxtar Respublikasının statusu Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar vilayət deyil, muxtar respublika deyil, muxtar dövlətdir yoldaşlar. Əslində biz muxtar respublika kimi deyirik, amma qanunda bir qayda olaraq muxtar dövlət sayılır. Naxçıvan Muxtar Respublikasının statusu, yəni status olaraq yoldaşlar, muxtar dövlət sayılır. Naxçıvan Muxtar Respublikasının statusu bu konstitusiya ilə müəyyən olunur yoldaşlar. Yəni ki, konstitusiya ilə müəyyən olunur. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının konstitusiyası, qanunları, yəni bütün qanunları, prezidentin fərmanları, Nazirlər Kabinetinin qərarları Naxçıvanın ərazisində məzburidir yoldaşlar. Deməli, Naxçıvan Ali Məclisinin qəbul etdiyi Naxçıvanın konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının konstitusiyasına və qanunlarına, həmçinin Naxçıvanın Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının konstitusiyasına, qanunlarına, prezidentin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Naxçıvanın konstitusiyası yoldaşlar Azərbaycan Respublikası Milli Məclisinə prezident tərəfindən təqdim olunur və Milli Məclis onu konstitusiya qanunu ilə təsdiq edir. Naxçıvanın konstitusiyası ümumiyyətlə hansı qurum tərəfindən qəbul edilir? Bir qayda olaraq Naxçıvanın Ali Məclisi tərəfindən Naxçıvanın konstitusiyası qəbul edilir. Prezident tərəfindən Milli Məclisə təqdim olunur. Milli Məclis onu konstitusiya qanunları şəklində qəbul eləyir və imzalamaq üçün prezidentə təqdim eləyir və prezident konstitusiya qanununu imzalayır. Bildiyimiz kimi konstitusiya qanununu prezident imzalamadığı təqdirdə qüvvəyə minmir. Yəni prezident imzalamadığı təqdirdə Naxçıvanın konstitusiyası qüvvəyə minə bilməz. Yoldaşlar, deməli bildiyimiz kimi Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvanın Ali Məclisi həyata keçirir. Naxçıvanda icra hakimiyyətini Nazirlər Kabineti, bizdən fərqli olaraq Nazirlər Kabineti həyata keçirir. Məhkəmə hakimiyyətini isə Naxçıvanın məhkəmələri həyata keçirir yoldaşlar. Yadda saxlayın. Naxçıvanın Ali Məclisi Azərbaycan Respublikasının konstitusiya və qanunları ilə onun səlahiyyətlərinə aid olan məsələlərin həllində Naxçıvanın Nazirlər Kabineti Azərbaycan Respublikası konstitusiyası, qanunları və prezident fərmanları ilə onun səlahiyyətlərinə aid olan məsələlərin həllində, Naxçıvanın məhkəmələri isə Azərbaycan Respublikası konstitusiyası və qanunları ilə onların səlahiyyətlərinə aid edilən məsələlərdə, daha doğrusu məsələlərin həllində müstəqildirlər yoldaşlar. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi kimdir? Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi yoldaşlar, Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri hesab olunur. Yəni Ali Məclisin sədri elə Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsi sayılır, hesab olunur. Deməli yoldaşlar, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, yəni Naxçıvanın Ali Məclisi 45 üzvdən ibarətdir. Deməli yoldaşlar, burada fərq ondan ibarətdir ki, deputat yox, üzv deyilir. Yəni bizdə 125 deputat deyilir Milli Məclisdə. Bildiyimiz kimi. Burada isə 45 üzv deyilir. Bunlar da deputatdır. Sadəcə olaraq burada bir qayda olaraq üzv deyilir. Naxçıvanın Ali Məclisi 45 üzvdən ibarətdir. Deməli, Naxçıvanın Ali Məclisinin səlahiyyət müddəti Milli Məclis kimi 5 ildir. Həmçinin də Naxçıvanın Ali Məclisi Naxçıvan Ali Məclisinin sədrini və onun müavinlərini özü seçir. Daimi və digər komissiyalar təşkil edir. Milli Məclisdə biz bildiyimiz kimi digər orqanları yaratmaq, hesablama palatası yaratmaq kimi səlahiyyət var idi. Amma Naxçıvanın Ali Məclisi iki iş görür. Sədri və müavinləri seçir, həmçinin daimi və digər komissiyalar təşkil edir. Yəni başqa heç bir səlahiyyəti yoxdur. Deməli yoldaşlar, Naxçıvan Ali Məclisinin müəyyən etdiyi ümumi qaydalar hansılardır? Bir qayda olaraq yadda saxlayın. Naxçıvan Ali Məclisinin ümumi qaydaları bunlardır. Naxçıvanın Ali Məclisinə seçkilər, vergilər, Naxçıvanın iqtisadiyyatının inkişaf istiqamətləri, sosial təminat, turizm, səhiyyə, elm, mədəniyyət, ətraf mühitin qorunması, bunlar hamısı ayrı-ayrılıqda ümumi qaydadır yoldaşlar.
Naxçıvan ümumiyyətlə bu məsələlərə görə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul edir. Ümumiyyətlə yoldaşlar, həm Milli Məclis, həm də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ümumi qayda üzrə qanun qəbul edir. Demək yoldaşlar, Ali Məclisin həll etdiyi bir sıra məsələlər var. Bunlar hansılarıdır? Bunlar Ali Məclisin işinin təşkilidir, Naxçıvanın büdcəsinin təsdiqidir, Naxçıvanın iqtisadi və sosial proqramlarının təsdiqidir, Naxçıvanın baş nazirinin vəzifəyə təyin və vəzifədən azad olunması, Naxçıvanın Nazirlər Kabineti tərkibinin təsdiqi, həmçinin Naxçıvanın Nazirlər Kabinetinə etimad məsələsi. Bu maddədə göstərilən məsələlərə dair Naxçıvanın Ali Məclisi qərarlar qəbul edir. Yəni həll olunan məsələlər üzrə qərarlar qəbul edir. Həmçinin Milli Məclis də həll etdiyi məsələlər üzrə qərar da qəbul edir, qanun da qəbul edir. Yəni orada 5 dənəsi istisnadır. Deməli yoldaşlar, Naxçıvanın Nazirlər Kabineti bildiyimiz kimi Naxçıvanın Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş Nazirinin təklifi əsasında, təklifi ilə Naxçıvanın Ali Məclisi təsdiq edir yoldaşlar. Naxçıvan Baş Nazirini Prezidentin təqdimatına əsasən Naxçıvan Ali Məclisi vəzifəyə təyin edir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti deməli Muxtar Respublikasının büdcəsini icra eləyir. Muxtar Respublika büdcəsinin layihəsini hazırlayıb Ali Məclisə təqdim eləyir. Muxtar Respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin eləyir. Sosial proqramlarının həyata keçirilməsini təmin eləyir. Həmçinin də prezidentin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll eləyir. Yoldaşlar, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar və sərəncamlar qəbul edir. Naxçıvanda deməli yoldaşlar, yerli icra hakimiyyəti Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Ali Məclisi sədrinin təqdimatına əsasən prezident vəzifəyə təyin edir. Deməli yoldaşlar, bələdiyyələr bildiyimiz kimi yerlərdə özünü idarənin təşkilində yerli özünü idarəni bələdiyyələr, yəni belə deyim də yerli özünü idarə etmə orqanları həyata keçirir. Yəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilərin əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən olunur. Həmçinin də bələdiyyənin statusu yoldaşlar qanunla müəyyən olunur. Sizi çaşdırmaq üçün testə verə bilər. Bələdiyyənin statusu və statusun əsasları konstitusiya ilə müəyyən olunur deyəsə, cavab səhvdir yoldaşlar. Bələdiyyənin statusu deyirsə qanunla müəyyən olunur. Bələdiyyənin statusunun əsasları deyirsə konstitusiya ilə müəyyən olunur. Bələdiyyələr seçkilər və bələdiyyələrin statusu gördüyünüz kimi qanunla müəyyən olunur və bələdiyyələrin statusunun əsasları konstitusiya ilə müəyyən olunur. Bələdiyyələrin işini təşkili deməli yoldaşlar, bələdiyyələr öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsilə həyata keçirir. Bələdiyyələrin iclaslarını bələdiyyənin sədri çağırır. Bələdiyyələrin bir sıra səlahiyyətləri var. Bildiyimiz kimi bunlar deməli bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən olmuş hallarda onların səlahiyyətlərinin itirilməsi və yaxud da səlahiyyətlərinə xitam verilməsi, vəzifədən kənarlaşdırılması, bələdiyyə reqlamentinin təsdiq edilməsi, bələdiyyənin sədrinin və müavinlərinin daimi və başqa komissiyaların seçilməsi, yerli vergilərin və ödənişlərin müəyyən edilməsi, yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi, yerli iqtisadi inkişaf proqramlarının qəbulu və icrası, yerli ekoloji proqramlarının qəbulu və icrası, yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi, bələdiyyə mülkiyyətinə sahiblik və ondan istifadə və onun barəsində sərəncam və s. kimi səlahiyyətləri var yoldaşlar. Bələdiyyələrə ümumiyyətlə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Yəni bu hallarla bağlı istisna yoxdur yoldaşlar. Yəni həm Milli Məclis, həm də icra hakimiyyət orqanları bələdiyyənin üzərinə bir sıra əlavə səlahiyyətlər verə bilərlər yoldaşlar. Deməli, bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaiti də ayrılmalıdır.
deməli, belə səlahiyyətlərin həyata keçirilməsinə müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri birbaşa özləri nəzarət eləyir. Yoldaşlar, bələdiyyənin qərarları bələdiyyə iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları da bələdiyyə üzvlərinin sadə səs çoxluğundan qəbul olunur. Amma yerli vergilər və ödənişlərlə bağlı qərarlar isə bələdiyyə üzvlərinin 3/2 səs çoxluğundan qəbul olunur. Deməli, yoldaşlar, bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər. Yəni, onlara heç bir qurumun qarışacağı yoxdur bu barədə. Bu isə bələdiyyənin ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna eləmir. Yəni, bu o demək deyil ki, bələdiyyə ərazisində yaşayan vətəndaşların hər hansı bir şikayətinə, müraciətinə, təklifinə baxmamalıdır. Xeyr, baxmalıdır da, həll etməlidir də. Deməli, bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və yaxud da onların səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən olunur. Yoldaşlar, bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət eləyir. Qanunla müəyyən olmuş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Milli Məclisə hesabat təqdim eləyirlər. Bu da bir qayda olaraq yadınıza salın Milli Məclisin həll etdiyi məsələləri. Orada var idi bələdiyyə hesabatlarının dinlənməsi 63 qərar. Yoldaşlar, bu o deməkdir ki, yəni Milli Məclisə bələdiyyələr öz fəaliyyəti barəsində qanunla müəyyən olmuş hallarda hesabat təqdim eləyirlər, yəni edə bilərlər. Amma yalnız qanunla müəyyən olmuş hallarda və qaydada. Yəni, başqa hallarda xeyr, verməyə də bilərlər hesabatı. Deməli, yoldaşlar, bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərin ödənilməsinə təminat verilir. Bələdiyyələr bələdiyyə qulluqçuları ilə birlikdə dövlət və dövlət qulluqçuları kimi deməli, onların daha doğrusu qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan vətəndaş hüquqlarına, azadlıqlarına dəymiş ziyana görə, onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar, yoldaşlar. Deməli, yoldaşlar, bildiyimiz kimi konstitusiyamız, yəni Azərbaycan Respublikasının konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Yəni, konstitusiya akt olaraq ən yüksək hüquqi qüvvədir. Deməli, konstitusiyamız birbaşa hüquqi qüvvəyə malikdir. Həmçinin də konstitusiya qanunvericilik sisteminin əsasıdır. Qanunvericilik sisteminə daxil olan aktlar. Yoldaşlar, bu hissəni diqqətli olun və çalışın əzbər şəklində də olsa yadınızda saxlayın. Yəni, hansı əsasdır, hansı birinci gəlir, hansı sonuncu gəlir. Əzbər şəkildə sırasını pozmadan. Sizi elə bir çaşdırmaq üçün testə verər, deyər bunları ardıcıl şəkildə açıq tipli test formasında deyər, məsəl üçün, açıq tipli test kimi verər və yaxud da qapalı test kimi verər, deyər bunu ardıcılıqla düz. Bu halda belə yadda saxlayacaqsınız. Qanunverici sistemin normativ hüquq aktlarını bir qayda olaraq belə yadda saxlayasınız. Sıravi şəkildə konstitusiya, referendumdan qəbul olmuş aktlar, qanunlar, fərmanlar, Nazirlər Kabinetinin qərarları, həmçinin MİHO-ların normativ aktları, yəni MİHO-lar deyərkən digər nazirliklərin normativ aktları başa düşülür, yoldaşlar. Yəni bütün nazirliklərin. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ARın qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvanın konstitusiyası və qanunları, həm də Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir. Naxçıvanın qanunvericilik sistemi Azərbaycanın qanunvericilik sisteminə uyğun olmalıdır, yoldaşlar. Öz səlahiyyətləri daxilində yerli icra hakimiyyəti orqanları, yəni yerli icra orqanları bir qayda olaraq qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən, zidd olmayan normativ xarakterli aktları qəbul edə bilərlər. Öz səlahiyyətləri daxilində. Deməli, yoldaşlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Konstitusiya qanunları isə konstitusiyanın ayrılmaz hissəsidir. Həmçinin də konstitusiyanın əsas mətninə zidd olmamalıdır konstitusiyanın qanunları. Və bildiyimiz kimi konstitusiya qanunlarını
Hansı subyekt imzalaması qüvvəyə minmir? Prezident imzalamadığı təqdirdə konstitusiya qanunu heç vaxt qüvvəyə minmir. Deməli yoldaşlar, bu hissədə normativ hüquqi aktlar, deməli normativ hüquqi aktlar bir qayda olaraq hüquqa və haqq ədalətə, həmçinin bərabər mənafelərə, bərabər münasibətə əsaslı olmalıdır. Yəni əsaslandırılmalıdır. Referendumdan qəbul olunmuş aktlar, deməli normativ hüquqi aktlarda birinci gəlir referendumdan qəbul olunmuş aktlar. Deməli referendumdan qəbul olunmuş aktlar yalnız dərc olunduqda onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Qanunlar konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc olunmuş qanunların tətbiqi və icrası bütün vətəndaşlar üçün, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üçün, hüquqi şəxslər üçün, bələdiyyələr üçün məcburidir. Yoldaşlar, yadda saxlayın. Testdə sizdən soruşar və yaxud da deyər ki, qanunların tətbiqi və icrası bütün vətəndaşlar və bu orqanlar, hüquqi şəxslər və icrası, daha doğrusu bələdiyyələr üçün icrası məcburidir. Yoldaşlar, bilin ki, test səhvdir. Yalnız dərc olunan qanunların tətbiqi və icrası bu orqanların və hüquqi şəxslərin, bələdiyyələrin və həmçinin bütün vətəndaşların belə deyim də, bütün vətəndaşlar tərəfindən bunların icrası və tətbiqi yalnız dərc olunduğu halda mümkündür. Amma dərc olunmadığı halda heç bir qanun tətbiq oluna bilməz, heç bir qanun icra oluna bilməz. Yalnız dərc olunan qanun tətbiq edilə bilər və dərc olunan qanun icra oluna bilər. Deməli yoldaşlar, prezidentin fərmanları konstitusiya və qanunlara zidd olmamalıdır bir qayda olaraq. Yalnız dərc olunmuş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları və bütün şəxslər üçün, daha doğrusu hüquqi şəxslər üçün məcburidir yoldaşlar. Yəni bələdiyyələrin, həmçinin qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının bura aidiyyəti yoxdur. Bunlara aiddir sırf vətəndaşlara, icra hakimiyyəti orqanlarına, bir də hüquqi şəxslərə. İcra hakimiyyəti orqanlarına niyə? Çünki icra hakimiyyəti bildiyimiz kimi prezidentə mənsubdur. Ona görə də prezidentin fərmanlarının tətbiqi və icrası onlar tərəfindən məcburidir. İcra orqanları tərəfindən məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları konstitusiyamıza, qanunlarımıza, prezidentin fərmanlarına zidd olmamalıdır yoldaşlar. Nazirlər Kabinetinin qərarları yalnız dərc olunduğu anda, dərc olunduğu gündə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin hüquqi şəxslər üçün məcburidir. Mərkəzi icra hakimiyyəti orqanları deyəndə yoldaşlar, yəni bütün nazirliklər və bütün yerli icra hakimiyyəti orqanları demək istəyir yoldaşlar. Sadəcə qısa formada yazılıb. Bütün nazirliklərin, yəni bütün nazirliklər və bütün yerli icra orqanları Nazirlər Kabinetinin qərarlarının tətbiqini və icrasını təmin etməlidir. Həmçinin vətəndaşlar və hüquqi şəxslər də. Deməli yoldaşlar, mərkəzi icra hakimiyyəti orqanlarının, yəni bütün nazirliklərin aktları konstitusiya qanunlara, prezidentin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və yaxud da yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir yoldaşlar. Yadda saxlayın. Normativ hüquqi aktlar dərc olunmalıdır. Yəni dərc oluna bilər və yaxud da dərc olunmur görsəz testdə səhvdir yoldaşlar. Normativ hüquqi aktlar ümumiyyətlə dərc olunmalıdır. Heç kəs də dərc edilməyən normativ hüquqi aktın icrasına məcbur oluna bilməz. Qeyd elədiyimiz kimi və belə bir aktın icra olunmamasına görə məsuliyyətə cəlb oluna bilməz. Yəni əgər qanun, belə deyim də, qanun dərc olunmayıbsa, onun icra etməməyimə görə mən məsuliyyət daşımıram. Amma qanun əgər dərc olunubsa, mən icra eləmirəmsə, mən istənilən bir qanunla müəyyən olmuş halda istənilən məsuliyyəti daşıya bilərəm. Deməli yoldaşlar, normativ hüquqi aktların dərc olunması qaydası konstitusiya qanunu ilə müəyyən olur. Qanunla yox ha yoldaşlar. Normativ hüquqi aktların dərc olunması qaydası konstitusiya qanunu ilə müəyyən olunur.
Deməli yoldaşlar, bələdiyyələrin də bir sıra aktları var özünə məxsus. Bələdiyyələrin qəbul etdiyi aktlar hüquqa və haqq ədalətə, bərabər mənafelərə və bərabər münasibətlərə əsaslanmalıdır. Azərbaycan Respublikası bələdiyyələri konstitusiyamıza, qanunlarımıza, prezident fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına, həmçinin Naxçıvanın bələdiyyələri isə konstitusiya, qanunlarımıza, prezidentin fərmanlarına, NK-nın qərarlarına, NK deyərkən bizim, yəni Azərbaycan Respublikasının NK-sının qərarlarına, Naxçıvanda, həmçinin Naxçıvanda konstitusiyaya, Naxçıvanın qanunlarına, həmçinin də Naxçıvanın Nazirlər Kabinetinin qərarlarına zidd olmayan aktları qəbul edirlər. Yoldaşlar, ümumiyyətlə bələdiyyələrin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir. Yəni bütün ölkə ərazisi deyərsə testdə yoldaşlar yanlışdır. Bələdiyyələr yalnız onun ərazisində yaşayan vətəndaşlar, bələdiyyənin qəbul etdiyi aktın icrası yalnız onun ərazisində yaşayan vətəndaşlar üçündür. Hüquqi şəxslər üçündür. Məsələn, Ağdaş rayonu Çotavan kəndi bələdiyyəsinin qəbul etdiyi aktın icrası Yevlax rayon Aran qəsəbəsinin vətəndaşı tərəfindən icra olunması qeyri-qanunidir. Yalnız yəni onlara məsəl üçün gəlib mənə deyə bilməz ki, niyə sən Ağdaş rayonu Çotavan kəndi bələdiyyənin qəbul etdiyi aktın icrasını eləmirsən, təmin eləmirsən. Heç kim bunu mənə irad olaraq bildirənməz, nə də qanuna zidd olaraq mənə qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunmağımı ehtiva eləyə bilməz. Çünki mən yalnız Yevlax rayon Aran qəsəbəsinin bələdiyyəsinin qəbul etdiyi aktın icrasını təmin eləyə bilərəm vətəndaş olaraq. Aydındır yoldaşlar. Deməli yoldaşlar, beynəlxalq aktların hüquqi qüvvəsi, deməli yoldaşlar, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla, yəni konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla, tərəfdar çıxdığımız dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq olunur. Yəni onlar daha üstün nəzərə tutulur yoldaşlar. Amma konstitusiya və referendumla qəbul olunmuş aktlar istisna olmaqla. Niyə? Çünki konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir yoldaşlar, ona görə. Deməli, konstitusiyaya dəyişikliklərin qəbul edilməsi qaydası. Azərbaycan Respublikası konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla edilə bilər. Deməli yoldaşlar, konstitusiyanın mətnində dəyişikliklərin təklif olunması qaydası. Konstitusiyanın mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və yaxud prezident təklif elədikdə təklif olunan dəyişikliklərə dair əvvəlcədən Konstitusiya Məhkəməsinin rəyi alınır. Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz. Deməli yoldaşlar, maddə 155-də burada əsas nəyi yadda saxlayın? Toxunulmazlıq hüququna malik olan maddələr var. Yəni 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələr. Hansı ki bu maddələrə referenduma çıxarıla bilməyən maddələrdir və bu maddələrə ləğvi ilə bağlı, dəyişilməsi ilə bağlı məsələlər referenduma çıxarıla bilməz yoldaşlar. Bunlar hansı maddələrdir? Hakimiyyətin mənbəyi, xalqın suverenliyi, hakimiyyətin mənimsənilməsinə yol verilməməsi, Azərbaycan dövləti, Azərbaycan dövlətinin başçısı və dövlət dili. Yoldaşlar, bu maddələrdən başqa, yəni bu maddələr istisna olmaqla istənilən bir maddənin dəyişdirilməsi və ləğvi ilə bağlı bir məsələ referenduma çıxarıla bilər yoldaşlar. Amma ilk 23 maddəyə əlavələr edilə bilməz. Qalan 23-cü maddədən sonra bütün yəni 140 maddəyə 140 yox. Hardasa deməli 23 maddə çıxanda deməli 135 maddə qalır. 135 maddəyə əlavələr oluna bilər. Amma ilk 23 maddəyə əlavələr oluna bilməz. Deməli yoldaşlar, konstitusiyaya əlavələr Milli Məclisdə 95 səs çoxluğu ilə
Konstitusiya qanunu şəklində qəbul edilir. Qanun şəklində yox ha yoldaşlar. Konstitusiya qanunu şəklində qəbul edilir. Konstitusiyaya əlavələr yalnız Konstitusiya qanunu şəklində qəbul olunur 95 səs çoxluğu ilə. Milli Məclisin 95 səs çoxluğu ilə Konstitusiya qanunu şəklində Konstitusiyaya əlavələr edilir. Deməli yoldaşlar, Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunları Milli Məclisdə 2 dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir. Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunu həm birinci, həm də ikinci səsvermədən sonra bu Konstitusiyada, yəni Konstitusiyada qanunlar üçün nəzərdə tutulmuş qaydada prezidentə imzalamaq üçün təqdim olunur 14 gün müddətində. Konstitusiyaya əlavələr haqqında Konstitusiya qanunu prezident tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir. Konstitusiya qanunları Konstitusiyanın ayrılmaz hissəsidir. Həmçinin də Konstitusiyanın əsas mətninə zidd olmamalıdır. Konstitusiya qanunları. Yadda saxlayın yoldaşlar. Konstitusiyaya əlavələri prezident və ya Milli Məclisin ən azı, daha doğrusu azı 63 deputatı təklif eləyə bilər. Deputat sayı 63, 83, 95 ola bilər yoldaşlar. Yəni azı 63 deyirsə, bilin ki, yəni 64 deyərsə bu o demək deyir ki, səhv deyir. Bu deyir azı 63. Yəni 63-dən yüksək, yəni 64, 65, 80, 83, 92, 93, 95 və sair deputat sayı ola bilər yoldaşlar. Amma 62 deyərsə artıq yanlışdır. Deməli yoldaşlar, bildiyimiz kimi Konstitusiyamızda ilk 23 maddəyə yəni hakimiyyətin mənbəyi, xalqın suverenliyi, referendum yolundan həll olunan məsələlər, xalqı təmsil etmək hüququ, xalqın vahidliyi, hakimiyyətin mənimsənilməsinə yol verilməməsi, Azərbaycan dövləti, dövlət başçısı, silahlı qüvvələr, beynəlxalq münasibətlərin prinsipləri, ərazi, dövlətin ali məqsədi, mülkiyyət, təbii ehtiyatlar, iqtisadi inkişaf və dövlət, sosial inkişaf və dövlət, ailə uşaqlar və dövlət, din və dövlət, pul vahidi, dövlət dili, paytaxt, dövlət rəmzləri, həmçinin dövlətin borclarına qoyulan məhdudiyyətlər bu maddələrə yoldaşlar əlavələr edilə bilməz. Amma digər bu maddələrdən başqa bütün maddələrə əlavələr oluna bilər. 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci maddələrə yoldaşlar referenduma çıxarıla bilməz. Amma qalan bütün maddələr dəyişdirilməsi və ləğvi ilə bağlı məsələlər referenduma çıxarıla bilər yoldaşlar. Beləcə yoldaşlar, bildiyimiz kimi Konstitusiyamız artıq yekunlaşdı. Növbəti qanunların izahında görüşmək üzrə. Sağ olun, salamat qalın.